Her vaxtınız xeyir olsun. Bugün en çok beğendiğim yemeklerden biri olan orman kebabını hazırlayacağım. Önce qazana 2 qaşıq gərə yağı və üzərinə biraz duru yağ əlavə edirəm. Ardınca 2 ədəd orta ölçülü soğan və 2 diş sarımsağı doğrayıb əlavə edirəm. Qovrulmağa başlayanda 1 çay qaşığı tomat pastası və biraz biber pastası əlavə edib birlikdə qovururam. Bu yeməyin əsas vaxt aparan hissəsi də məhz budur. Bütün ərzaqları hissəsi əlavə edib yaxşı qovrulmasını gözləmək. Daha sonra əvvəlcədən qaynatdığım quşbaşı doğranmış ətləri əlavə edirəm. Ardınca isə 2-3 ədəd pomidor, 2 ədəd biber, daha sonra 2 ədəd kök və 3 ədəd kartofu əlavə edirəm. Üzərinə duz, qara istiot, kimyon, kekik səpib yaxşıca qarışdırıram və qapağını örtürəm. 5-6 dəqiqə dadları qarışdıqdan sonra bir banka yaşıl noxud əlavə edib qarışdırıram. Üzərinə çıxana qədər ətin suyundan əlavə edib bişməyini gözləyirəm. Bu şəkildə tək servis edə bilərsiniz ya da yanında sadə düyü ilə təqdim edə bilərsiniz. Hər iki halda çox ləzzətli alınır. Hazırlasanız sizə də nuş olsun. Hələlik.